Futbol veteranı məşqçi Vadim Vasilyevin bir açıqlamasını oxudum. Niyə Ayxan Abbasov, hara baxırsan Ayxan Abbasov və mən əminəm ki, bu tək onda yox, bəzi bizim futbol veteranlarında, bəzi işsiz qalan məşqçilərdə də bir hiddətə, içlərində bir paxıllığa səbəb olub ki, niyə görə Premyer Liqa klubunun baş məşqçisi işi ola-ola, yenə ona ikinci bir iş verirlər, oradan ikinci maaş alacaq. Burada məsələ nədir? Niyə AFFA rəhbərliyi Ayxan Abbasov seçdi Gənclər Millisi üçün? Çünki Ayxan Abbasovun biz karyerasını araşdıranda görərik ki, sırf onunla işləyən gənc futbolçular progresə nail olublar, inkişafa nail olublar. Əslində bir neçə futbolçu var. Bunun ən bariz nümunəsi Elvin Cəfərquliyevdir. Elvin Cəfərquliyev Qarabağın əvəzedicilər komandasında oynayırdı. Əsas komanda məşq edir, amma əsas komandada oynamırdı. Gəldi, bir mövsüm ərzində çox ciddi bir inkişafa nail oldu və qayıtdı Qarabağda əsas komandada oynamaya başladı. Bugün Rauf Rüstəmli Sabahın əvəzedicilər komandasında oynayırdı. Bugün Rauf Rüstəmli mən tanıya bilmirəm. Halbuki mən onun ötən mövsüm bəlkə 15 oyununa baxmışam. İnanılmaz bir inkişafa nail olub. Bugün Rüfət Abbasov, solcunan müdafiəçisi. Süni örtükdə məşq edirsən, süni örtükdə oynayırsan, zədəsiz, xətasız, çox yaxşı bir mövsüm keçirir və məndə bir məlumat var ki, Rüfət Abbasova xaricdən çox ciddi təkliflər var. Bir neçə klubdan və hətta 2-ci Bundesliga klubundan Rüfət Abbasova bu dəqiqə maraqlanırlar, ola bilsin ki, Şamaxıya yayda təklif gəldi. Yəni, AFFA rəhbərliyi Gənclər Millisini Ayxan Abbasova tapşırmaqdan məqsədi həmin Ayxan Abbasovun gənclərlə işləməyə bacarığından istifadə etməkdir. Bugün aydın məsələ ki, Şamaxı gələn mövsüm 11 legionerlə eyni anda meydana çıxmayacaq. Məsələn, iki futbolçu onsuz da 21-in futbolçusu bugün Şamaxıda əsas heyətdə oynayır. Edgar Adilxanlı, Rüfət Abbasov. Şamaxı əgər bir 3-4 futbolçu da gətirə bilsə, U21-in hansı ki, Ayxan Abbasov bunları oynatmalı düşürür. Onları komandaya cəlb edə bilsə, belə deyim, əsas heyətdə 5-6 legioner və 5-6 U21-in futbolçularından belə bir vəhdətdən normal komanda qurmaq olar. Həm də ki, həmin o futbolçular, 21-də oynayacaq futbolçular, həm Ayxan Abbasovla hər gün məşq edirlər, həm də bir komandada oynayanlar və bu ümumiyyətlə həm həmin futbolçulara dəyər qatacaq, həm də ki, 21-in oyun planında da inkişafına məncə kömək eləyə bilər. Məncə kənardan deyilən söz-söhbətlərə fikir vermək lazım deyil. Bəzi adamlar, bəzi veteranlar hələ də təfəkkür olaraq bir 25-30 il əvvəldə qalıblar. Elə bilirlər ki, elə bunlara iş verməlidirlər, heç bir nəticə olmadan, heç bir nailiyyət qazanılmadan elə oturub işləməlidir. Elə bir şey yoxdur. Futbol sərt qaydalarlandır. Futbol bütün dünyada həm də o rəqabət deməkdir. Bugün baxırıq, ünlü məşqçilərə belə müəyyən perioddan sonra şans verilmir. Tez-tez istefalar olur. Niyə? Çünki nəticə qazanmaq bir şərti dayanır məşqçilərin qabağında. Bəli, özünü də vurğuladım, mən də dedim. Ümumiyyətlə belə götürsək, Ayxan Abbasovun bəlkə də Şamaxıda işləməyərək U21-ə təyinat alması da mənalı o qədər də bir hadisə olmayacaqdır. Çünki bugün kimi qoyursansa qoy, qeyri-adi bir şey baş verməyəcək. Keçən seçmə mərhələlərdə biz Samir Əliyevi gördük. Premyer Liqa səviyyəsində belə yaxşı məşqçidir, amma neyniyə bilər ki? Çünki futbolçular içəridə oynamırlar. Həmişə şikayətlənir ki, mənim klublarım 1-ci liqada əvəzedicilərdə 10 illar rəqib isə oynayır, məsələn, İngiltərə Premyer Liqasında. Düz də deyirdi. Və bugün Vadim Vasilyev qoydum bir kənara, ümumiyyətlə nə iş gör deyə bilmərəm. Amma bugün hətta yaxşı məşqçilərimizdən birini belə gətir, qoy U21-ə, Ayxan Abbasov da daxil olmaq şərtindən bir şey dəyişəsi deyil. Məntiq ondadır ki, bəli, bu Şamaxıda bu uşaqları il boyu hazırlaya, milli komandada nəticə verməyə çalışacaq. Ona görə belə söz-söhbətlər, belə danışıqlar, belə fikirlər, bunlar mənə elə gəlir mənasızdır. Kim nə deyirsə desin, həqiqət göz qabağındadır. Ayxan Abbasov yaxşı işləyən məşqçidir, öz baxışları var və bugün Ayxan Abbasov əgər Turan Tovuza dəvət edirlərsə, Şamaxıya gəlirsə, ki, harda olubsa ən azından komandaları aşağı büdcəylə Premyer Liqada saxlaya bilib, Zirədə Avrokuboklarda, Avropa Liqasında mərhələ adlaya bilib, Sumqayıtda 2 dəfə komandanı Avrokuboklara çıxarıb. Bu elə-belə şey deyil də, hər məşqçinin CV-sində heç belə nəticələr yoxdur. Ona görə təbrik edirik. Kim də nə deyirsə desin, əsas odur ki, bilirsən, hər bir məsələyə mütəxəssis, peşəkar rəyi olmalıdır. Söz gəlişi bir fikir demək, ay filan kəs işləyir, niyə 2 yerdə iş tutur, ay biz işləmədik. Bunlar çox mənasız, yenə deyirəm, heç bir argumentləri olmayan fikirlərdir. Futboldur. Qabağa tələblər qoyurlar. Bəlkə Ayxan Abbasovun özünə belə bir seçmə mərhələ baxacaqlar, görəcəklər ki, dəyişən bir şey yoxdur. Elə o da uduz-uduza gedir, deyəcəklər, Ayxan müəllim, çox sağ ol, müqavilə müddəti bitdi, heç nə dəyişmədi. Başqa, deyək ki, namizədlər üzərində düşünək. Amma
nə olursa olsun, necə olursa olsun bu qərarın arxasında dəmir məntiq dayanıb. Nəsə bir yenilikdir, nəsə bir nəticə qazanmaq üçün kiçik də olsa şansdır. Bundan yararlanmalıyıq.